Bakıda sıxılmış qaz daşıyan yük avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Bölgə TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, səhər saat 05 radələrində sıxılmış qaz LPG daşıyan yük avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb. İlkin ehtimallara görə qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib. Hadisə nəticəsində yaranan potensial yanğın və partlayış riskinin qarşısının alınması məqsədi ilə ərazi polis və digər aidiyyatı qurumlar tərəfindən dərhal nəzarətə götürülüb. Təhlükəsizlik tədbirləri görülüb. Qəza səbəbindən Binəqədi rayonu Moskva prospekti tunelə giriş hissədə Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Ərazidə hərəkətin təhlükəsizliyinin bərpa olunması üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. Faktla bağlı araşdırma aparılır. Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrini əməl etməlidir. Sürücüləri nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özünü, həm də digər hərəkət iştirakçılarını, həm də ətraf mühitə ciddi təhlükə yarada bilər. Dilbər Vüqar qızı, Bölgə TV.